Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz qeyri-aşkar operatorlardır. Bundan əvvəlki mövzumuz aşkar operatorlardır. İndi isə qeyri-aşkar. Fərqi nədir? Aşkar operatorlarda adətən ədədlər verirdi və verilən ədədləri yerinə qoyub həll edirdik. İndi isə bizdə ədədlər deyil, sadəcə əməllər üzrə hesablamaq lazımdır. Gəlin keçək birinci sualın izahına. 15, 21, 18. Məsəl üçün, mən belə bir fikir bildirə bilərdim ki, bu ədədlərin rəqəmlərini cəmləsək. Yəni, 1-in üstə 5 gəlsək 6, 2-nin üzərinə 1 gəlsək 3. Bu ədədlərin hasili bizə 18-i verəcək. Daha sonra digər birinci əməl hər bir sətir üzrə ödənməlidir. Daha sonra 2-nin üzərinə 6 gəlsəm 8, 1-in üzərinə 1 gəlsəm 2. Hasili eləyəcək 16. Deməli, ödədi. Gedək 4-ün üstə 5 gəlsək, eləyəcək 9. 1-in üstə 0 gəldisək 1. Hasil eləyəcək 9. Cavab oldu D variantı. Daha sonra keçək ikinci mövzunun izahına. Demək 4, 7, 19 veribdi. Fikirləşə bilərəm ki, 19-dan 7 çıxsam, eləyəcək 12. 4-ə bölsəm 3. Birinci bu halı yoxlasaq. 24-dən 9 çıxsam 15. 5-ə böləndə 3. Daha sonra 45-dən 12 çıxsam 33. 11-ə bölsəm yenə 3. Deməli, hər birini 3-ə vurub digər ədədi üzərinə gəlirik. Gedək indi ardıcılığı yoxlayaq. 3 vurulsun 4, üstəgəl 7 bərabər 19. 3 vurulsun 5, üstəgəl 9. 15 üstəgəl 9, 24. 3 vurulsun 11, üstəgəl 12. 45. 3 vurulsun 14, üstəgəl 6. Bərabərdir. 42, 6 gəndə 48. Cavab oldu Y variantı. Üçüncü sualın izahına baxaq. 14, 5, 27 veribdi bizə. Aha, 14-dən 5 çıxsaq, alarıq 9. Daha sonra 16-dan 12 çıxsam, alınacaq 4. 21-dən 16 çıxdıqda qalacaq 5. 32-dən 19 çıxsa qalacaq 13. Baxıram, əgər məndə yekun nəticə 27 alınıbsa da 9-u neçə vurmalıyım 27 alsın? 3-ə. 3-ə vuranda 12. 3-ə vurduqda 15. 3-ə vurduqda 39. Deməli, cavab oldu D variantı. Dördüncü sualın izahına baxaq. Deməli, 23, 34, 21. Bu ədədlər mənə nəyinsə kvadratı kimi tanış gəlir. 7-nin kvadratı kimi baxsam, böyük bir rəqəm alınacaq, 49 eləyəcək. Bir də 4-ün kvadratı kimi baxaq. 4-ün kvadratı üstə gəl 7. 16-ın üstə 7 gəlsəm, 23. 5-in kvadratı üstə gəl 9. 25, 9 gəldikdə 34. Deməli, ardıcılıq ödənir. 3-ün kvadratı üstə gəl 12. 9-un üstə 12 gəldikdə 21. 7-nin kvadratı üstə gəl 5. 49. 5 gəldikdə 54. Cavab oldu A variantı. 5-ci sualın izahına baxaq. 14, 11. Deməli, bir fikir versək. Rəqəmlərin cəmi 1 üstə gəl 4. 5. 1 üstə gəl 1, 2. Hasili verəcək 10. 2 üstə 1 gəlsəm 3. 3 dəfə 6. 18. Bu isə ödəmədir. İndi isə bunun başqa bir yoluna baxaq. On 4-ün üstə 11 gəlsək 25. Belə yazaq. 14 üstə gəl 11 bərabər 25. Rəqəmlərin hasili 2 vur 5, 10. Daha sonra 21 üstə 6 gəlsək 27. Bu isə hasili 14. 15 üstə gəl 8, 23. Hasili 6. Yəni 2 ilə 3-ün hasilindən söhbət gedir təbii ki burada. 19 üstə gəl 8 bərabər 27. Oradan da 2 vur 7, 14. Hasili 14. Cavab oldu A variantı. Keçək 6-cı sualın izahına baxaq. 18, 46, 46 alınıbdır.
Aha, gəlin bilirik. 18-in üstə 46 əlavə eləsək. Bərabərdir. 64. 72 üstəgəl 21. Bərabərdir. 93. 48 üstəgəl 37. 85. 37 üstəgəl 56. Bərabərdir. 93. Demək, bir dənə fikir versəz 46, 64. Rəqəmlərin yerini dəyişib. 58, 85. Rəqəmlərin yeri dəyişib. Deməli, 93 almışamsa, mən nə yazmalıyım bura? 39. Rəqəmlərin yerini dəyişib. Cavab olduğu D variantı. 7-ci sualın izahına baxaq. 17, 21, 5 alınıbdır. 43, 25, 2 alınıb. 84, 62, 20 alınıbdır. İndi baxaq, necə yazırıq. 7, 3, 21 tutaq ki, hasili ödəmədi. 38. Gəl belə yazaq. Bu ədədlərin rəqəm cəmləsək 17 üstəgəl 21. 38. 8-dən 3 çıxsan 5. Aha. Daha sonra 43, 25. 43-dən 25. 68. 8-dən 6 çıxanda 2. Qarşısına yazım 8 çıx 3, 5. 8 çıx 6, 2. Aha, indi davamını işləyək. Deməli 84 üzərinə gəl 62 bərabərdir. Bu bizdən eləyəcək 6, 146. Deməli, bu ödəmədir. Başqa bütün üsullara baxaq. Demək, 17, 21. Hər yola baxdıq. On 7-dən 21 çıxdıq. 21-dən 17 çıxdıqda 4. İkinci sətr üzə alınmır. 12 çox 10. 7 çox 2, 5. Aha, deyəsən alındı. Baxaq, 1 vurulsun 7. Hasil eləyəcək 7. 2 vur 1. 2. 7-dən 2 çıxdıqda 5. Daha sonra digərlərinə baxım. 4 vurulsun 3. 12. Daha sonra 2 vurulsun 5. 10. Çıxdıqda 2. Daha sonra baxaq. 84. 8 vurulsun 4.